Və bu Osmanın Quranı olaraq adlandırılır. Onların bu baxış bucağı tamamilə və hərtərəfli şəkildə hədislərə, rəvayətlərə və xəlifələrin və Peyğəmbər dövründə yaşayan səhabələrin və Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və alihin Əhl-i Beytinin baxışlarına ziddir. Onlar hamısı hidayət imamları, Peyğəmbərin ailəsi, habelə haqqı qəsb edənlər və sünni İslamda Raşidi xəlifələr sayılan xəlifələr Əbu Bəkir, Ömər və Osmanın Quranının natamam bir kitab olduğuna inanırdılar. O dövrdəki digər sahabələr və onlardan sonra gələn nəsillər də Quranın təhriflərə məruz qaldığını qəbul edirdilər. Onlar Quranın hazırki formasının Məhəmməd Peyğəmbər sallallahu aleyhi və alihin dövründəki formaya uyğun olmadığını tam və qəti şəkildə əmin idilər. Və biz bunun belə olduğunu günümüzə gəlib çatmış dəlillər sayəsində bilirik. Sünnilərin ikinci ən müqəddəs kitabı olan Səhih Buxari, onlar üçün Məhəmməd Peyğəmbərin ən etibarlı rəvayətlərinin toplandığı bir kitabdır. Və bu, Peyğəmbərlə yaşayan ilk nəsildən olan səhabələrin sözlərini və ifadələrini də ehtiva edir. Bu kitabda çoxlu rəvayətlər və ifadələr var ki, xəlifələr, səhabələr və Məhəmməd Peyğəmbərin həyat yoldaşları Quranın tam olmadığını bəyan edirlər.